Revmatizmanın gözə təsiri çox ciddi problemləri olur. Revmatizma dedikdə biz otoimmün xəstəliklər nəticəsində gözlə əmələ gələ biləcək problemlər. Uveit, vitrit ana problemlərimizdir. Uveitin də növləri var, ön, orta və arxa uveit. Vitritdə bütün gözün daxilindəki şüşəyə bənzər cismin iltihablanması ciddi problemləri gətirib çıxardır. Hətta bəzən korluğa gətirib çıxarda bilir. Çox xəstələr görürəm, uveitləri var, ancaq göz həkimlərində davam edirlər və bir türlü problemlərini sona çatdıra bilmirlər. Belə xəstələrin göz həkimindən daha önəmli hissəsi mütləq bir revmatoloqda təqib olunmalarıdır. Çünki uveit, vitrit bunlar gözdə özünü göstərən, amma orqanizmin xəstəliyidir. Mütləq orqanizmdə autoimmün mövzular stabilləşdirilməlidir ki, göz sakitləşsin. Yoxsa damcılarla biz müvəqqəti bir rahatlama əldə edirik, amma bu müalicə deyil, aldatmasınlar özlərini. Mütləq revmatoloqda ciddi kontrolda olsunlar.